Hoş gördük değerli dostlar, hər vaxtınız xeyirli olsun yenə də. Yenə də Xırdalanda, tam mərkəzdə dayı gəlib, Xırdalanda əla bir yerdə ev çəkir. 2 saylı, 9 saylı məktəbin tam yaxınlığında 2 maşınlıq həyəti olan. Qardaş, bir dənə buradan belə uzunlamasını götür. Amma 2 maşınlıq həyəti olan 3 otaqlı həyət evini çəkib dayı sizə təqdim nə eləyir? Bəli. Bura giriş hissə studiya, zal kimidir. Studiya, zal. Burada qonaq otağıdır. Bunun elə dekorlarını, 3 dənə dekorlarını elə qiymətini demirəm. Ev sahibindən soruşarsınız, gör nə qədər pul verir. Elə burada mətbəx qalacaq. Burada əşyasız satılır. Bax, kondisioner var qardaş, bir dənə görsən. Təzə kondisionerdir. Hələ onun pulunu ödəyib qutarmır. Onu qoyacaq qalsın. Gəl bura. Burada sanitar qoşaqdır, yaşayışlı evdir. 3 otaqlı, qoşa daşla tikilmiş. Qoşa daşı da, bax qardaş, bir dənə pəncərənin qırağından görsən. Bax, qoşa daşı, bax, köhnə tikilidir ya. Bu şəxsi tikilidir. Özü üçün tikilmiş evdir. Makler evi deyil. Burada yenə də gəl qardaş. Yataq dəsti qalacaq. Elə yataq dəstinə bax. Köhnə Polşanın mebelləridir. Bu hissədə görürsünüz, bax, qoşa daşla tikilmiş. Bax, kombi xətləri hamısı var. Sadəcə olaraq ev sahibinin imkanı biraz zəif olduğuna görə kombi aparatı alıb qoya bilmir. Radiatorlarını qoya bilmir. Gəl, ikinci bir yataq otağını da görsədək. Burada onun belə bir uşaqlar üçün nə gözəldir, hə? Mələklərə baxın. Uşaqlar üçün yataq otağıdır. Burada da bu uşaqlara aid olan şəkillərdir, mələklərdir. Bax, dekorlu evdir. 3 otaq. Xırdalanda mərkədə 2 saylı, 9 saylı məktəbin tam yaxınında Pajandan aşağı küçədə yerləşir. Qiyməti 45.000 manata. Real müştəriyə gələr, mən razılaşdıracağım. Siz üçün biraz aşağıya alacağım bunu, inşallah. Allah amanında olun, kanalımıza abunə olun, videonu bəyənin. Kimin nə sualı varsa bu ev barədə şəxsiyə yazar inşallah. Kanalımıza da olacaq telefon nömrəmiz. Sağ olun, çox sağ olun.